Bugün mən sizə danışacağım mövzu proktologiya haqqındadır. Proktoloq kimdir? Proktologiya nə ilə məşğul olur haqqında danışacağım. Əslində proktologiya ümumi cərrahiyyənin bir hissəsidir. Proktoloqlar da normalda ümumi cərrahlar olurlar. Sadəcə onlar anal nahiyədən düz bağırsağın çıxacaq hissəsindən daha çox məşğul olan həkimlərdirlər. Bu hansı xəstəliklərdir? Anal çatdı, buna yırtıq da deyirlər, anal yırtıq, babasildir, daxili babasil, xarici babasil. Bunlar damar xəstəlikləridir. Parapraktitlərdir, anal nahiyənin iltihabı xəstəliklərə aiddir buna. Bundan başqa fistullardır, dermoid kistadır. Bunlar hamısı proktologiyaya aid olan terminlərdir və xəstəliklərdir. Və bir də ən çox düz bağırsaq xəstəliyi, düz bağırsaq daha çox aşağı qismi ilə məşğul olan xəstəliklər vardır ki, yenə də bunlar da daxili babasildir, kolitdir, bağırsağın iltihabı xəstəlikləri kimi xəstəliklər var ki, bunlar bu xəstəliklərə proktoloq həkim məşğul olur. Bu sualı çox verirlər əslində ki, yəni proktoloq nədir? Yəni bilməyənlər də çoxdur, məlumatı olmayanlar da çoxdur. Ona görə bunu çəkməkdə məqsədimiz oldu ki, bugün biz proktologiya nədən bəhs edir, o haqqda danışaq. Yenə də deyirəm, düz bağırsaq və anal nahiyyə xəstəlikləri kimdə varsa, yəni proktoloq deyiləndə bilin ki, bu terminlə məşğul olan həkim də var ki, bunun da adı proktoloqdur.